Tanınmış müğənni Nadir Qafarzadə ailəsində yaşanan böyük sevinci sevənləri ilə bölüşüb. Sənətçi yeni doğulan nəvəsinin dünyaya gəlməsi münasibətilə həmin zaur verilişində qonaq olarkən həm öz sevincindən danışıb, həm də ilk dəfə nəvəsinin üzünü efirdə nümayiş etdirib. Müsavat.com xəbər verir ki, proqram zamanı Nadir Qafarzadənin nəvəsinin görüntüləri tamaşaçılara təqdim olunub. Qonaqlar və studiya atmosferi duyğusal və səmimi anlara səhnə olub. İlk dəfə nəvə sevinci yaşayan Nadir Qafarzadə emosiyalarını bu sözlərlə ifadə edib. Çox xoşbəxtəm. Allah hər kəsə bu hissi yaşamağı qismət eləsin. Mən artıq baba oldum. Bu mənim üçün tamam fərqli və dəyərli bir hissdir. O balaca körpəyə baxdıqca həyatın nə qədər möcüzəvi olduğunu bir daha anlayırsan. Sənətçi nəvəsinə verilən adın da onun üçün xüsusi məna daşıdığını bildirib. Nəvəsinə öz atasının və soyadlarının şərəfinə Qafar adı verilib. Nadir Qafarzadə qeyd edib ki, bu ad həm ailə dəyərlərini yaşatmaq, həm də nəsil bağlarını möhkəmləndirmək baxımından xüsusi seçim olub. Qafar adı mənim üçün çox müqəddəsdir. Həm atamın adıdır, həm də bizim ailənin daşıdığı bir qürur simvoludur. Bu adı nəvəmin daşıması mənə böyük qürur verir. Veriliş zamanı aparıcı Zaur Kamal da sənətçini təbrik edərək ona və ailəsinə xoşbəxtlik arzulayıb. Sosial şəbəkələrdə yayılan görüntülər və xəbərlər isə izləyicilər tərəfindən müsbət qarşılanıb. İzləyicilər Nadir Qafarzadəyə təbrik mesajları ünvanlayaraq balaca Qafara sağlam və uğurlu ömür arzulayıblar. Bu sevincli hadisə müğənninin ailə həyatındakı yeni mərhələnin başlanğıcı kimi qəbul olunur və onun həyatında yeni, gözəl bir səhifə açır.